Fəxri Həbibi, Mazandaran Pələngi. Belə bir kitab yazdım onun haqqında. Onu görməyə. Kitabı hazır elədim. İndi axtarıram ki, onu tapım adresini. Əlaqə saxlayıram filanla, heç kim tanımır, heç kim demir yerini, alınmır da bu. Neysə, neçə dəfə getdim İrana, Ərdəbilə, Təbrizdə, dostlar, qohumlar var, bir tanış. Mümkün olmadı. Çox gözlədim, çox alınmadı. Axır qismət oldu. Kitabı da götürdüm, getdim. Ki, özünün də görüşüm. Getdim, məni qəbul elədilər birinci Mazandaran İmam Cüməsi, Ayətullah Təbərsi. O kitabını da təqdim elədim ona, nə üçün gəlmişəm, çox sevindi, qonaq saxladı məni. İdman nazirini çağırdı, olan İdman naziri, Mazandaranın. Çağırdı, dedi ki, bu bizim idmançımıza, pəhləvanımıza qiymət verib, böyük iş görüb. Bir dənə idmançıları yığ, kitabı təqdimat eləyək. Orada idmançıları yığdılar, Mazandaranın Güləş Federasiyası var orada. Güləşçiləri yığdılar, mənə apardılar, kitabları apardım. Demək, kitablar hədiyyə oldu, mənə təqdim elədilər. Kitabların təqdimatı keçdi orada. Sonra gəldim öz yanına, bağına. Deməli, 3 dəfə mən onunla görüşmüşəm. 3 dəfə. 3 dəfə getmişəm Mazandarana. Hal-hazırda 90 yaşı var. Gəldim, görüşdüm. O, bu kitabı da ona təqdim elədim. Başladı ağlamaya. Dedi mənə ki, dünyada mənim bugünkü kimi sevincli günüm olmayıb. Ona görə ki, sən məni görməyə. Mənim haqqımda kitab yazmırsan. Özdə bir təmənna. Mən də qalib görmüşəm, mən bunu götürməmişəm oraya, sən mənə neysə verəsən, əvəzində məni pul istəyir. Mən bunu bu şeyə görə yazmışam ki, Həzrət Əlinin kəlamını epizodu göstərmişsiniz İmam. Bu da İmam Əli aşığıdır. Deyim, bizim adımı İmam Əli ona görə qoyublar ki, bizim ailəmiz İmam Əli aşığıdır. Ona görə İmam Əli qoyublar adımızı. Bu da Məhəmməd Əli kimi. Necə? Döyüşdən qabaq dəstəmaz alıram. Güləşvə çıxanda. Ona görə ki, qalib olum. Allahdan dua edirəm ki, baxdım, gördüm Məhəmməd Əli ilə bunun hərəkətləri eyni gəlir. Allahdan kömək istəyirəm. Quran ayəsi oxuyuram, çıxmamışdan qabaq. Bir də ki, çətinə düşəndə bir dənə ya Əli deyirəm, o kömək olur mənə, güc gəlir mənə. Gördüm, hələ mənim adamımdır, qəşəngdir, maraqlı adamdır. Onu ilə dostluq yaratdıq. Bunu da, o ilə albomumuz var bizim, əkslərimiz bir yerdə. İdmançı dostlar, yəni mənə hədiyyələr ediblər, yəni ad günlərimdə, yəni bu, yəni ki, Bələncina, o ilə bağlı əlaqədar hədiyyələr, bilirlər ki, o ilə dostam mən. Mazandaran Pələnginin bir tələbəsi var, karate üzrə dünya çempionudur. O da gəldi, bizimlə şəkil zat çəkdirdi. Sonra onlar belə əl tutdular, pəhləvanların belə bir şüarları, parolları var görüşəndə belə. O da mənə çağırdı, gəl sən də deyib pəhləvansan. Deməli, onun görüşündən sonra çox idmançılar yanıma gəldi. Çox alqışladılar ki, bəs sən böyük iş görmüsən. Buna canlı əfsanə deyirlər də. Canlı əfsanədir. Dünya üzrə, məsələn, bir çox idmançılar var ki, filmə çəkiliblər. Məsələn, Bruce Lee, Van Damme, çox idmançılar var da. Amma bu Mazandaran Pələngi film çəkiliblər, özü başrolda oynayır ki, çempiondur da, özü oynayır. Bu hamısından birinci çəkilib. O 1968-ci ildə film çəkilibdir. Yəni ki, ilk idmançılardandır ki, onu filmə çəkiblər. Və ona görə mən gələndən sonra bizim üçün Bələncina dostlarımız, yəni ki, belə bir qəşəng atkritkalar düzəltdilər. Yəni ki, yadigar ki, hədiyyə verməyə. Hətta biz bunu göndərirdik, yəni ölkələrə də göndəririk, idmançıları da veririk hədiyyələr. Bunu dostlar hədiyyə edilər. Biri də budur ki, onun burada demək olar ki, bütün qələbələri qalib olduğu illər yazılıb. Hansı ölkədə neçə dəfə bu yazılarda İngiliscə, Azərbaycanca məlumat gedir və bir də bizim əksimiz, bir də bizim dostluğumuz, yəni iki ölkənin mehriban olması, iki ölkənin körpülərinin bərkidilməsi, yəni ki, əlaqələri, hətta o mənim haqqımda bir müsahibə verdi. O müsahibədə qeyd elədi ki, mən deyir, dünyanın 52 ölkəsini gezmişəm. 3 dənə maraqlı adam əgər mənim yadımda qalıbsa, onlardan biri də Bakıdan gəlmiş, Buzovna qəsəbəsinin axundu Hacı Sultan Əlizadıdır. Mən idmanda birinci yerə çıxmışam. O isə əxlaqda birinci yerə çıxıb. Belə bir söz demişdi mənim haqqımda, müsahibə vermişdi. O yazdığım kitabı ona təqdim eləyəndə, özdə mənim yazdığım Mazandaran Pələngi kitabında albom var. 3
xalqın pəhləvanlarının əksi. İran pəhləvanları, ikinci isə Türkiyə pəhləvanları, üçüncü isə Azərbaycan pəhləvanları. O da bir dostluq, körpü kimidir ki, mehribanlıq kimidir ki, yəni ki, məşhur çempionların əksləridir albomda. Sonra ondan soruşdum, sənin haqqında heç kitab yazılıb, deyim, bir dənə kitab yazılıb mənim haqqımda. O kitab yazılıb 60 il bundan qabaq təxminən. Bu kitabdır, bu hədiyyə verdi mənə. Ki, bir dənə götürdü, verdi mənə. Dedi, bu kitab 60 il bundan qabaq Fərzənd-i Şalizar mənası budur. Düyü tarlasının oğlu. Onlar düyü əkirlərdə. Çox əkinlə məşğul olan adamlardır. Çox torpaqla. Onun bağı vardı. Böyük bağı var. Limon, mandalin, meyvə bağı var onun. Ancaq bağda zəhmətlə dolanır. 90-dan yuxarı yaşı var. 90 keçirdi. Bu kitabı hədiyyə elədi mənə. Bir də mənim üçün nə oldu maraqlı? O ki, mən onun haqqında yazdığım Mazandaran Pələng kitabıdır. O hər yerə yayıldı. Hər yerə yayıldı. Sonra ki, mənim kitabxanalara qoyuldu, gördüm idmançılar gəlirdilər məndən. Həm Mazandaran Pələnginin kitabını çox istəyiblər. Bir də o albomu Məhəmməd Əli göndərdi. Mən dedim, albomu hətta bəzi idmançılar var, gəldilər, çox istədilər mənə. Deyib, pul $1000 veririk sənə, sat bizə. Dedim, qurban sənə, bunu satmaq mənəviyyatı ziddir mənə üçün. Bu hədiyyədir, mənə üçün bir xatirədir. Amma ürəyin istəyir, selekopya eləyək, üzünün nüsxəsini çıxardır. Bu Mazandaran Pələngi kitabı yayılanda Yakutiyadan mənə məktub gəldi. Məktubda yazan şəxsin adı Pyotr Pavlovdur, Yakutdur. Rusiya, Yakutiya şəhəri. Sonra gördüm ki, Rusca mənə yazıb ki, bəs internetdə görmüşəm, Mazandaran Pələngi kitabı yazmışam. Mən də həm idmançıyam, həm də jurnalist, həm yazıcıyam. İdmanla bağlı mənim çox kitablarım var. Bəs səndən xahiş edirəm ki, bəs o kitabı necə əldə eləmək olar, hardan almaq olar filan. Mən də yazdım ona ki, mənə adresi göndər, hansı adresi. Mən o adresə göndərim o kitabı sənin üçün. Pasırka dili də ələnçiyinə göndərərəm. O da öz adresini yazdı mənim üçün. Mən həmin kitabı, Mazandaran Pələng kitabını onun üçün hədiyyə göndərdim. Bu insan özü də kitab yazıb, dünya olimpiya çempionları haqqında kitab yazıb. Bunu deyim ki, o kitabı alandan sonra mənim kitabımdır, onun əlində. Bu kitab mənim kitabım. Pyotr Pavlov budur, Yakut. Deməli, bu kitabı alandan sonra o təqdimat edir burada və şəkil çəkdirib mənə göndərib, çox bəyəndim. Lüğət var məndə, onlar Rusca danışırlar. Və Azərbaycan dilini də öyrənirəm bu kitabın həvəsinə. Həm də mən də kitab yazıram. Yazdı mənə ki, dünya olimpiya çempionlarının əlifba sırası ilə. Birinci də A hərfidir, Azərbaycan çempionları gedir, Rus dilindədir. Mən də öz kitabımı sənin üçün göndərirəm. Onu da göndərdi ki, bu kitabdır, Pyotr Pavlovun göndərdi ki, bu kitabdır. O da pasılka ilə bunu göndərdi mənim üçün. Və burada da əlifba sırası ilə dünya xalqlarının, olimpiya çempionlarının haqqında məlumat gedir ki, hansı xalqda neçə dənə olimpiya çempion olub. Birinci A hərfində də bizim olimpiya pəhləvanlarının, idmançıların şəkilləri gedir, qısa məlumat gedir onların haqqında. Bu da mənim üçün maraqlı bir görüş oldu.